Fəsil 16. 1 sentyabrın səhəri. Samirə həmişə düşünürdü ki, bugün xüsusi bir sehirlə doludur. Həm şagirdlər, həm də müəllimlər üçün. Sanki yeni dəftərdə ilk səhifə kimidir. Təmiz, ümidverici və hamı onu yaxşı əhval-ruhiyyə ilə yeni kəşflər və təəssüratlar gözləntisi ilə başlamağa çalışır. Səhər tezdən Ayselə ən xoş arzularını göndərdi. Qızcığazın ilk məktəb günü öncəsi necə həyəcanlandığını anlayaraq və 100-cü dəfə Rüstəmdən soruşmağa çalışdı ki, onlar üçün hansı sürprizi hazırlayıb. Amma o, dindirilmədə olan partizan kimi inadla susurdu və Samirənin təslim olmaqdan başqa çarəsi qalmadı. Bugün Samirə bütün fən müəllimləri kimi birincilərin mərtəbəsində növbətçi idi. Balacalara öyrəşməkdə kömək edirdi. Bəziləri valideynin əlini asanlıqla buraxıb, parlayan gözlərlə sinfə girirdi. Digərləri isə anaya yapışıb, ağlaya-ağlaya qalmaqlarını xahiş edirdi. Elə məhz bu anlarda yeni şagirdi sakitləşdirmək və ruhlandırmaq üçün doğru sözləri tapmaq lazım olurdu. Samirə bütün bu vəziyyətləri əvvəlcədən Ayselə danışmışdı ki, onu bu çətin amma vacib günə mənəvi olaraq hazırlasın. Başlayın, bizim sinif haradadır deyə bilərsiniz, deyə qəfil Samirə arxasından bir kişi səsi eşitdi. O diksinib döndü və gözlərinə inanmadı. Qarşısında sevincdən işıldayan iki cüt eyni göz vardı. Rüstəmin və Ayselin. İnanmayacaqsan, qız həyəcanla qışqırıb ona tərəf qaçdı. Papa məni sənin işlədiyin məktəbə yazdırıb. Təsəvvür edirsən, indi hər gün görüşəcəyik. Samirə güldü. Ayseli qucağına alıb sevincdən fırlatdı. Sanki rəqs edirdi. Rüstəm yanında dayanıb onları gülümsəyərək izləyirdi. Bu mənə indiyə qədər edilən ən gözəl sürprizdir, Samirə coşquyla dedi. İndi biz qulaq asan papa olmadan sirləşə biləcəyik. Üstəlik sənə kitabxanamızı göstərəcəyəm. İstədiyin qədər kitab götürə biləcəksən. Ayseli yerə endirib Rüstəmə minnətdar bir nəvazişlə baxdı. İndi isə gəlin, tarixin ən yaxşı sürprizinə görə papaya təşəkkür edək, onu öpək və işinə buraxaq. Dərslərdən sonra isə zoopark, hətta o sirri açmasa belə. Sağ ol papacım, sən ən yaxşısan. Aysel onun boynundan qucaqlayıb yanağını sıxdı. Məktəbdən sonra görüşərik. Rüstəm qızını möhkəm qucaqladı. Sonra Samirənin başı üzərindən onunla baxışları toqquşdu və anladı. Sürpriz 100% alınmışdı. Bugün üçün son zəng çalanda Samirə Ayseli sinifin qarşısında qarşıladı. Əllərindən tutub çıxışa tərəf getdilər. Orada Rüstəm artıq səbirsizliklə gözləyirdi. Günün necə keçdi şagird? Soruşdu o. Möhtəşəm. Müəllim dedi ki, mən ağıllıyam və artıq bir rəfiqəm də var. Bax, buruqdu. Samirə güldü və onun saçından çıxmış bir telini sığalladı. Demişdim ki, xoşuna gələcək. Yaxşı, zooparka hazırsınız. Mən dözdün, amma yenə də sizinlə biraz gəzəcəyəm. Zoopark o gün təəccüblü dərəcədə sakit idi. Aysel əlində xəritə və qarandaşla əsl ekspedisiya təşkil etmişdi. Tavuş quşundan pələngə, lamadan zürafəyə aparır və valyerlərdəki lövhələrdən ciddi-ciddi oxuyurdu. Bax bu surikat, papa, mətbəxdən kofe fincanı ilə boylananda elə sənin kimidir. Samirə güldü, Rüstəm isə başını yellədi. Elə bilirdim, heç olmasa məni qartalla müqayisə edərsən. Qartallar səhərlər coraqla qaçmırlar, Aysel qətiyyətlə dedi. Elə bilir surikatlar kofe içir. O mızıldandı və Samirə daha ucadan güydü. Dondurma yeyilib qurtaranda və ayaqlar yorulmağa başlayanda kiçik bir gölün yanında əyləşdilər. Bu möhtəşəm bir gün idi. Aysel əsniyib başını Samirənin çiyninə qoydu. Razıyam, pışıldadı Samirə, qızı qucaqlayıb barmaqları ilə saçlarını oxşadı. Rüstəm onlara baxıb və birdən anladı, belə günlərin daha çox olmasını istəyir. Çox daha çox, daim. O telefonunu çıxardı və hiss etdirmədən bir şəkil çəkdi. Nə gözəl rastlaşma, qəfil qarşılarında Nərmin peyda oldu. Rüstəm yavaşca başını qaldırıb ona diqqətlə baxdı. Hə, lap elə, sarkazmını gizlətmədən dedi. Ana, bilirsən papa bizə nə sürpriz edib? Mən Samirənin işlədiyi məktəbdə oxuyacam. Təsəvvür edirsən? Bəli, bu doğrudan da sürprizdir. Nərmin nəvazişli bir gülümsəmə ilə Ayselin qarşısında diz çöktü. İndi Samirə ilə ayrılmağa da ehtiyac qalmayacaq. Elə bir mama ilə olduğu kimi. Yox, ana, səni heç kim əvəz etməyəcək. Aysel onun boynuna atıldı. Bu anda Nərmin Samirəyə mənalı bir baxış atdı.
Rüstəm içində qopan qəzəbi güclə saxlayaraq irəli addımladı. Amma Samirə sakitləşdirici əlini onun çiyninə qoydu. Biz Aysellə heç bir halda ana-qız olmağa iddia etmirik, sakitcə dedi Samirə. Amma ən yaxşı rəfiqə olmaqdan məmnun olarıq. Elə deyilmi, canım? Qızın qara gözləri istiliklə parladı. Əlbəttə, Samirə, sən mənim ən yaxşı rəfiqəmsən. Daha artığına da ehtiyacım yoxdur. Samirə gülümsədi və onu qucaqladı. Rüstəm bu mənzərəni izləyib Nərminə tərəf döndü. Gözlərində zəif, çətin sezilən bir təbəssüm vardı. Yaxşı, evə getmək vaxtıdır. Günümüz kifayət qədər dolu oldu, dedi. Hələlik ana, həftə sonu görüşərik, deyə Aysel çıxışa tərəf qaçdı. O gözdən itəndən sonra Rüstəm Samirənin əlini sıxdı. Bu səhnəyə görə üzr istəyirəm, boğuq səslə dedi. Bu qədər irəli gedəcəyini düşünməzdim. Onun davranışına görə üzr istəmə, sən onun valideyni deyilsən, sakitcə amma qətiyyətlə dedi Samirə. Onu başa düşmək olar, ailəsini qaytarmaq istəyir, qızını itirməkdən qorxur, məndə isə maniyə və təhlükə görür. Sən onu yaxşı tanımırsan, o qadın egoistdir və narsistdir, yalnız özünü sevir, yalnız öz refahını düşünür. Mən bunu çox gec anladım. O başlarını endirdi. Hələ ümid edirəm ki, ana hissləri qalib gələr və Ayselin nəhayət bir anası olar. Sonra yenidən Samirəyə baxdı. Amma onu da bilirəm ki, sən onu başa düşməyə çalışırsan. Hətta o buna layiq olmasa. Samirə cavab olaraq sadəcə onun əlini biraz daha möhkəm sıxdı və bu an üçün bu kifayət idi.